bir müəlliməni də işdən uzaqlaşdırdığınızda, əziz vətəndaşlar, əziz xalqım, bu söhbət Bakıda şagirdlərdən pul toplamaqla bağlı səs yazısı yayılan direktordan gedir. 207 nömrəli tam orta məktəbin direktoru. Bunu bir-bir müəllimləri azaldın, işdən qovdurun. Yəni mən pul yığsınlar müəllimlər, bunu demək istəmirəm. Başa düşən düşdü, yəni mən nə demək istəyirəm. Yəni nə vaxtacan bu müəllimləri hədəf seçəcəksiniz, filan şey belə elədi. Yəni hamımız düzük, müəllimlər səhvdir. Bunların hamısının səbəbkarı komitələrdir. Məktəbdə olan komitələrdir. Filan şey belə olmalıdır, filan şeyə bu qədər pul yığılmalıdır. Baxmırlar kimin pulu var, pulu yoxdur. Biri kasıbdır, biri varlıdır. Ona görə də bu məsələlər bundan qaynaqlanır. Çıxartdırın, direktoru çıxartdırın, müəllimi tutdurun, müəllimi bıçaqlatdırın, müəllimi öldürtdürün, müəllimi nə bilim necə edin. Axırda özünüzü bir gün gətirib ora müəllimlərin yerinə qoymaq lazımdır. Görək siz nə edəcəksiniz ümumiyyətlə. Baxıram neçə gün bu söhbət gedir. Haqq qazandırmıram ha, əlbəttə ki 150 manat pul az pul deyil. Amma yolu bu deyil idi də yəni ki.